Kişi handbolçuların Azərbaycan çempionatında 5-ci turun oyunları keçirilib. Turun mərkəzi görüşündə paytaxtın Bakı və Mingəçevirin Kür komandaları qarşılaşıblar. AHF Arenada təşkil olunan oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağaçişevlə Ernest Ağaçişi idarə edib. Maçın hakim inspektoru isə beynəlxalq dərəcəli referi Vaqif Vəliyev olub. Komandalar gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan maça bərabər səviyyəli oyunla başlayıblar. Bu rəqiblərin vurduğu qarşılıqlı qollarda da əksini tapıb. Lakin tədricən təşəbbüsə yenilənən meydan sahibləri qapıçı Rüstəm Hüseynovun da inamlı çıxışı sayəsində irəli çıxmağı bacarıblar. Bununla razılaşmayan qonaqların baş məşqçisi Nasir Saliminin tövsiyələri nəticəsiz qalmayıb. Sürəti artıran Mingəçevir handbolçuları hissənin ortalarında geriliyi aradan qaldırıblar. Eldar Fərəcovun komandasının fəallaşması vəziyyəti yenidən Bakının xeyrinə dəysə də meydan sahibləri üstünlüyünü qoruya bilməyiblər. Yüksək əzmkarlıq göstərən Kür fasilə ərəfəsində azlıqda qalmasına baxmayaraq tarazlığı bərpa edib 12-12. Görüşün qalan hissəsi də gərgin mübarizə şəraitinə keçib. Rəqib müdafiəsindəki səhvlərdən daha yaxşı yararlanan paytaxt handbolçuları maçın gedişində yenidən təşəbbüsə yənəliblər. Kür fərqi artırmağa nail olsa da final fitinə yaxın daha inamlı çıxış edən Bakı handbolçuları azarkeşlərini sevindirməyi bacarıb. Görüşdə son nöqtəni qoyan Elnur Hüseynzadə komandasının 28-25 hesablı qələbəsini rəsmiləşdirib. Turun digər oyununda isə Qarabağ Təhsilə 36-21 hesabı ilə qalib gəlib. Beş turdan sonra xallarının saniyə 8-ə çatdıran Bakı liderdir. Eyni xala malik Qarabağ ikincidir. Hesabında 6 xal olan Kür 3-cü yerdə qərarlaşıb. Sonraki yerləri Dinamo, Təhsil və Azaryol tutur.